Çıktık yoldaşımla gezmeye, suallara cevap verek. Bir yerde. Bir yerde. Boyunca neçə başa gelir Kazakistan'da? Önce Aha. bakır ne tarafında varyant var. Bankada bile. Pul koymalısın. Geçen el 10.000 dolar edindi. 12.000 dolar elde olup hemen senetlerden ne de başlayırsan yığmağa hardası 500-600 manat bizim pulla. Pul çıxır bütün sənədlərə. Ya da varyant var, arvad almalısın. Yarbat her şey. Ya 12.000 dolar normaldir, ya Kazakistanlı arvadın olmalı. Geçşey. İkisinden biri. Gözlemeli. Malinki noşka. Mektep. Bizim mikrorayonda teze tikilen mektepti bu. Bez süpürge pulu, font pulu, raket pulu, koronavirüs pulu. Pul yığılmak olur, Kazakistan'da yoksa yok. Da Dyson'a yığırlar. Yok, demeli nece olur. Font pulu yoktu, test pulu yoktu. Müəllimlər her şey özlərinin nurlu bilmirəm müəllim axırdan pul alır. Neye pul yığılır? Mesela bu yaxında yeni il bayramı olubdu. Uşaqlara padarka almaq lazımdı. Ona pul yığıldıq biz. 2000 tenge 6 manatdan. Öz uşaqlarıma gedirdi. Sonra 9. sınıf 11. sınıf uşaqlar lent almaq lazımdı. Nəsə də vinyetka düzəltmək lazımdı. Ona pul yığılır. Ama bilərsə bu məktəbə sən süpürge alarsan ya da acı belə şey yoktu. Hükümet onu verir. Temizləyirlər. Ne gədi bu? Bunu mən görməmişəm. Təzə məktəbə. Mən 15 il yaşadım Azərbaycanda və vətəndaşlıq almamışım. Bilmedim de o kadar dokumenti 10 yıl yaşamak lazımdı, her şey zat. Ahırda короче dedim yok, kalacağım öz vətəndaşında. Bura gələndə vapşe rahat oldu. Mən geldim öz vətənimdə, Kazakistan vətəndaşıyım. Uşaqlarım da bana göre avtomatik düşür olarak vətəndaşlıq. Çünkü anası Kazaşkadır. Yoldaşım nece? Yoldaşım Azerbaycanlıdır. Vətəndaşlıq Azerbaycandır. Yoldaşıma VNC alırıq. VNC necə mən Azerbaycanda yaşayırdım, müvəqqəti yaşamaq. Burada da belədir. Ödəniş sadece rüsum pulu verirsiniz. VNC-ni hazırlamaq üçün rüsum pulu var ödənişləri. Onu verirsiniz və sənədləri yığanda əlbəttə ki, onun tərcüməsi, bunun tərcüməsi, onları da hamısını ödəməlisiniz. Spravkaları düzəldir, onları da ödəməlisiniz. Məktəbə bir qəpik. Kazakistan'da bir tiyin vermemişim ben. Çünkü burada yoktu məktəbə düzəltmək üçün onları məktəbə pul verərsən. Yoktu. Ben gittim sadece uşaqlara nömrə açtırdım da yiyin deyirlər burada. O nömrəni açtırdım. Gittim təhsil idarəsinə. Orada uşaqları saldılar kompüterə. Все dediler gedin məktəbə. Geldik məktəbə. Məktəbdə imtahan verdiler. Hansı sinifə düşmək üçün. Все, başladılar oxumağa. Heç bir qəpik mən verməmişim heç yerə. Belə. Başqa suallarınız varsa yazın.
cavablandırarıq. İşten kim soruşurdu? Baxın, bura bekari. Elə bil çörək pişirən, bulku pişirən lazımdır. 2 gün işləyirsən, 2 gün dincəlirsən, 210.000 tenge pul. Yaddan çıxdı manatla nə qədər? 680. 680 manat maaş. 15. 15 güne получается. Qalan da 2 gün harasa işlemek, 2 gün burada, 2 gün orada. Göşek maaş çıxır. Görsəkizdə. Biz də Atıraq göçmək istəyirik bu yay. Azərbaycan vətəndaşı uşaqlar 3-cü sinifə gedəcək. Onların məktəbə qoyanda çətinlik olacaqmı? Ata-ana vremini alacaq. Siz Rus sektörü okurlarsa süper olacaq. problem olur. Amma Azərbaycan sektorsa Onlar önce çətin olacaq. birinci sınıftan götürecek. Hə, birinci sinifə salacaqlar. Çünki elə dünən Rəfiqə ilə danışırdım, deyir bizim sinifə, qızın sinifinə gəldi bir dənə Azərbaycanlı uşaq. Azərbaycan sektoruna gəldi. 30 durublar. Nə dədəsi başa düşmür rus dilini, nə uşaq başa düşmür. Söhbətə axırda çıxartdı uşağı. Hara getdilər, bilmir. Tak что ya indidən qoyun hazırlığa uşaqları Rus sektora, Rus hazırlığa. Uşaqlar indidən başlasın öyrənməyə. Onda rahat olacaq. Xeyirli olsun sizin köçməyiniz, Gitmeyiz. köçməyiniz.